Doktor, qoyduğumu unuduram. Çox vaxt unutqanlıq, yaddaş zəifliyi yox, yorğun və stresli beynin kömək siqnalıdır. Səbəblər: diqqət problemi. Əşyanı qoyarkən fikriniz başqa yerdə olduğu üçün beyin onu yaddaşa yazmır. Növbəti stres və gərginlik. Xroniki stres kortizolu artırır. Bu da hipokampın işini zəiflədir. Ona görə də bir şey edirsiniz, amma beyin dumanlı olur. Yuxu çatışmazlığı, az yuxu, zəif konsentrasiyaya səbəb olur. Telefon və bir neçə işi eyni anda görmək. Bu zaman diqqət parçalanır və məlumat kodlaşmır. Vitamin, mineral çatışmazlığı, hormonal faktorlar, depressiya və təşviş, həyəcan. Bu zaman əsas problem yaddaş deyil, diqqət və marağın azalmasıdır. Nəticədə insan hər şeyi unutduğunu düşünür. Əgər sizdə də yaddaş zəifliyi, unutqanlıq varsa, vaxtında həkimə müraciət edin. Çünki bəzən unutqanlıq çox ciddi xəstəlik əlaməti də ola bilir.